ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutu analitikləri Ukraynaya Tomahawk qanadlı raketləri verildiyi təqdirdə onların zərbə məsafəsinə düşə biləcək təxminən 2000-ə yaxın Rusiya hərbi və sənaye obyektini müəyyən edən xəritə dərc ediblər. Xəritədə iki fərqli Tomahawk versiyası göstərilib. Biri 1600 kilometr, digəri isə 2500 kilometr məsafəni vura bilir. Analitiklərin hesablamalarına görə əsas Tomahawk versiyası 1655 hədəfi, o cümlədən 67 hərbi hava bazasını vura bilər. Uzun mənzilli modifikasiya isə təxminən 1945 hədəfi, o cümlədən 76 hərbi aerodromu hədəfə ala bilər. Potensial hədəflərə Yelabuqadakı zavod və Saratov vilayətindəki Engels 2 hava bazası daxildir. Müharibə Araşdırmaları İnstitutunun ekspertlərinin fikrincə, mümkün zərbə zonasına qərargahlar, silah və yanacaq anbarları, arsenal və hərbi zavodlar, hava hücumundan müdafiə obyektləri, təmir müəssisələri və təlim poligonları daxildir. Bundan əvvəl ABŞ prezidenti Donald Trump bəyan etmişdi ki, Ukraynaya Tomahawk raketlərinin verilməsi barədə ümumilikdə qərar qəbul edib, lakin o əvvəlcə Kiyevlə bu raketlərin dəqiq necə istifadə olunacağını dəqiqləşdirmək niyyətində olduğunu demişdi. O, məqsədinin münaqişəni gərginləşdirmək olmadığını və Ukrayna tərəfinin bu silahları hansı məqsədlə istədiyini bildirib. Mənbələrin məlumatına görə Kiyevdə Tomahawk tədarükü məsələsini Trumpın Moskvaya diplomatik təzyiq strategiyasının bir hissəsi kimi dəyərləndirirlər. Bu, danışıqlar prosesini sürətləndirmək məqsədi daşıyır. Mümkün tədarüklərlə bağlı açıqlama verən Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, belə bir addım ABŞ-la münasibətlərin məhv olmasına və qırmızı xəttin keçilməsinə səbəb olacaq. O, Rusiyanın hava hücumundan müdafiə sistemlərini yeni tip təhdidlərə uyğunlaşdırdığını qeyd edib. Ukraynanın hava hücumundan müdafiə sistemi son vaxtlar əhəmiyyətli dərəcədə güclənib və artıq Rusiyanın hər gün kütləvi şəkildə buraxdığı ölümcül PUA-ların çoxunu məhv edə bilir. Lakin Kiyev tərəfi bundan daha çoxuna, strateji əhəmiyyətli uzaq mənzilli raketlərə ehtiyac duyduğunu bildirir. Məqsəd, dron və raketləri Ukrayna səmasına çatmadan öncə Rusiya ərazisindəki buraxılış məntəqələrini vurmaqdır. Qəzzada atəşkəs razılaşmasının əldə edilməsindən sonra ABŞ prezidenti Donald Trump Ukraynaya Tomahawk raketlərinin satışına icazə verə biləcəyini açıqlayıb. Bu raketlər Kiyevə Rusiyanın arxa cəbhəsindəki hədəflərə daha dərin və dəqiq zərbələr endirmək imkanı verəcək. Trump və Ukrayna prezidenti Volodimir Zelenski cümə günü Vaşinqtonda görüşməyə hazırlaşır və Tomahawk məsələsi danışıqların əsas mövzularından biri olacaq. Euronews'un Ukrayna rəsmilərinə istinadən verdiyi məlumata görə, Kiyev hazırda Vaşinqtona bu raketlərə niyə ehtiyac duyduğunu, hazırda hansı uzaq mənzilli silahlara malik olduğunu və nələrin çatışmadığını ətraflı şəkildə izah etməyə çalışır. Bütün bu məsələlərin Ağ Evdə müzakirə ediləcəyi gözlənilir.